Baş sponsor Badamlı suları. İclas elədilər. Dedilər ki, hər evdən bir nəfər orduya getməlidir. Özümdə bir əl qranatı saxlamışdım ki, nə isə ola bilər ki, bu özümə qismət ola bilər. O vaxtı könüllü döyüşə gedənə çox yaxşı baxırdılar. Nə dəyidirsə, buradan qan nə təəssüs elədi ki, onu bilmirəm. Mən dedim ki, mən də gedəcəm. Əvvəl məni götürmədilər, qəbul eləmədilər hərbi hissəyə. Həmən nəvəm şəhid olur. Görəsən çağırsam, gələrmi ceyran. Kəndimizə qaydanda, inşallah, Allah qismət eləsin. Bu qoz ağacını aparıb əkəcəm orada. Güliyeva Şamama İsa qızı. Əvvəlcə Ağdam rayonunun Saybalı kəndində yaşamışıq. 2005-ci ildən də burada Bənövşələr qəsəbəsində yaşayırıq. 91-ci ilin oktyabr ayında ermənilər o daşlaşma deyilən mərhələ başlayanda bizim kənd məktəbində hər evdən bir nəfər yığışdılar, iclas elədilər. Dedilər ki, hər evdən bir nəfər orduya getməlidir. Mənim də yoldaşım rəhmətə getmişdi. Uşaqlar da az yaşlıydı. Ona görə mən dedim ki, mən də gedəcəm. Əvvəl məni götürmədilər, qəbul eləmədilər hərbi hissəyə. Amma elə ordu yaranan günündən mən orada oldum 93-cü ilin iyunun axırına qədər. Gediz döyüşüdünüz, axşamda uşaqların yanına qalırdınız. Qayıtdığım da vaxt olurdu, qayıtmadığım da vaxt olurdu. 88-ci ilin dekabr ayında yoldaşım maşın qəzası zamanı rəhmətə getdi. Onda 3 dənə az yaşlı uşaqdı, bir də özüm. Oğlunuz, qızınız neçədir? 2 oğlandı, bir qız. Və siz uşaqları evdə qoyub gedirdiniz döyüşə? Bəli, anam da sağdı o vaxtı. O da baxırdı, özüm də əlaqə saxlayırdım. Anamgillə yaxınaydıq. Sizi döyüşlərə sövq edən nə idi ümumiyyətlə? Oğul, birinci adama ana vətən deyirlər, bala vətən demişlər. Həm də ki, birinci o iclasdan başladı ki, hamı dedilər ki, hər evdən bir nəfər. Halbuki sonra heç 5 evdən də bir nəfər getmədi. Amma mən nəysə qayıtmadım bu yoldan. Oğlum, o vaxtı indiki kimi nizami ordu olsaydı, o vaxt heç yerlərimiz işğal olunmazdı, mən deyərdim ki. O vaxtı hərə bir dəstə yaratmışdı, hərə istəyirdi ki, öz adı, öz sanı çıxsın, ona görə bəlkə də heyl oldu. O vaxtki könüllülər, əksəriyyəti könüllüləridir. Hamısı deyərdim ki, döyüşə hazır, cəsur oğlanlardı, igidlər idi. O cümlədən bu yaxınlarda şəhid olan Müşfiq Abdullayev həmən vaxtı ən məşhur kəşfiyyatçı idi. 2-ci dəfə qatıldı, 2-ci dəfə şəhid oldu. Öz oğlanları ilə gəlmişdi Bakıdan bura döyüşə. Bu 92-ci ilin mart ayının 4-də qazanç əməliyyatı başladı. Həmən vaxtı bizim rotadan bir nəfər yaralandı, 4 nəfər şəhid oldu. Əvvəl öz rotamızda öz rəhmətli Şirin Mirzəyev 836 sayılı hərbi hissə yaratmışdı Xaçınostroyda. Onun bir rotası Bağmanlarda yerləşirdi, bizim sovetli idi. Məni ora götürmədilər, Qatır Məmmədin dəstəsinə getdim, dedim ki, lap nə olursa mən eləyəcəm. Bir həftədən sonra sifariş elədilər ki, qayıt gəl öz yanımıza. Ondan sonra gəldim, silahda verdilər, döyüşlərdə iştirak elədim. Aran Zəmin, Pirəcamal, Naxçıvanik, Ağbulaq. Orada Avdalda məşhur olan Keçi Cığırında posta dayanırdıq. Ondan Xocavənd rayonunun Əbrarlar kəndi, Martxunu kəndi, Əbrarlar Muğanlı kəndlərində
olmuşam. Keçi Cığırda posta dayanmışdıq. Günorta çörəyində həmən Mircəfər komandir rota idi, yadımda deyil o. Dedi ki, tez durun, dağılın. Əl qranatı atdılar, açılmadı. Hərənə çörəyin verdik, getdi. Mircəfər, Nuriyev, Qəhrəmanov Bilal, mən bir posta, deməli orta nöqtədə dayanmışdıq. Sağ tərəfimizdə Maladoy, əskər yaşlı uşaqlardı, içində yaşlılar da vardı. Sol tərəfimizdə 2 nəfər Mingəçevirdən gəlmişdi. O vaxtı könüllü döyüşə gedənə çox yaxşı baxırdılar. Mənə nə qədər elədilər, biraz bunlardan kənara çəkildim, amma aşağı yenmədim. Patronum qutaranadan atdım. Özümdə bir əl qranatı saxlamışdım. Ki, nəysə ola bilər ki, bu özümə qismət ola bilər. Sonra aşağıdan Bəhmən komandir rota vardı, Avdal rotasının komandiri Bəhmən. Oradan çıxırdı ki, aşağı yenməyə gəlirik. Bir dəstə cavandan onlar gəldi. Patron gətirdilər, nə lazımdır gətirdilər, oturdular. Onda sakitləşmişdi onlar gələndə. Hamıza patron payladılar. Bir an həmən Mircəfər dediyim, dedi, dayanın, səs gəlir. Baxdı ki, həmən İbrahim çağırır, Mircəfər köməyə gəl. Getdi köməyə, dedi ki, bəs Muxtar yaralanıb. Muxtar yaralanıb dedi, getdi, bu özü insandır da, güc çatmırdı. Getdi, bu Mircəfər götürdü, aşağı xəbər verdilər, maşın gəldi, qoydular maşına, bunlar getdi. Postun dəyişməyinə az qalıb, axşamdan axşama postu dəyişirdilər. Mən getmədim, özlə o rəhmətlik Muxtar, öz doğma qardaş yox, bəlkə də ondan artıq idi, bax elə. Mənim orada olmamın səbəbkarı, o razı olmurdu ki, məni orada qadın gözü ilə görən ola biləsin. Mənə deyirdi ki, saçını elə yığılən ki, kənardan baxan burada qadın olduğunu hiss eləməməlisin. Axşam postdan çıxdıq, maşın promoya getdi. Mahrızlıda, Ağdam Mahrızlı kəndində hospitala yerləşmişdik. Gəldik ora, həkimlərdən xahiş elədilər ki, bu bunun baisidir. Biz bir-bir dedilər ki, silahı verin çöldə, girin, görüşün. Biz görüşənə qədər bu dayansın orada. Həmən o Mingəçevirdən gələnləri ondan sonra görmədim. İndi rəhmətə gedib Rövşən İsmailov vardı. Bir yol mənə sual verdi, Şamama bacı. Bir şeyə maraq, məhəttəl qalmışam. Dedim, nəyə Rövşən? Dedi, eləsi var, qardaş deyirsən, eləsi var, bala deyirsən, eləsi var, acıqlanırsan. Dedim, başına dönüm, o qardaş dediyim özümlə yaşlı olanlar da təxminən elə eyni yaşdaşdır. O oğul dediyimdə, o az yaşlı, əskər yaşlı olanlar, deməli, mənim o övladlarım yaşlıydı, demək olar ki, az fərq olardı. Elə ki, o acıqlandığım var, o pis mənada yox, görürəm ki, onlar heylə cavab verməsən düz gəlmir. Bir yolda biri gəldi, həmən Mircəfər komandir rota idi. Kərim adında Yusufcan'da bir oğlan vardı. Dedi, Şamma bəlkə, sana bir işim düşüb. Dedim, xeyir ola. Dedi ki, 2 saatlığa Mircəfərdən icazə istəyirəm, bana vermir. Sən o icazəni alarsan. Dedim, onu açıqlamasan, deməyəcəm. Nəysə, çox deyəndən sonra dedi ki, görüşüm var. Dedim, 2 saat bəsdir, dedi, bəli. Getdim, xahiş elədim. Dedi ki, əgər, Mircəfər mənə sual verdi, əgər o 2 saata, dedim, yox, 3 saata, uzaq kətdir, 3 saata burada olmasa, səni neyini, tənbəhi sənlə də bir sözlə, sağ olsun o Kərim getdi də, qayıtdı da. Elə uşaqlarımız vardı, ürək sözü mənə deyən, elə bir ana kimi, bacı kimi bildikləri bir insan idim mən orada. Bir batalyonda bir kadın oldum, səhv baxan görmədim. Şamama bir dənə şamamadır. Ona kəndinin yarısı ona ağzından gələni, gözünə görkən dedi, yox iş. Gedəcəm mən də. İkimiz bir sınıfda olmuşuq. Demək, şamama 2 dəfə ateş altına düşüb. Biz 3 nəfər idik, bəlkə şəkildə görəsən. O da yalvarırdı ki, sən Allah məni də post aparın, o postla olduğunu görüm. O şəkildə gördüyünüz 3 nəfərlikdə məni onlara qoşub 3 bacı gəldi deyirdilər həmişə. Bizə, onları yox, mən onlara qatıb dedilər, 3 bacılar gəlir. Sizə necə müraciət edir? Elə adımla müraciət edirdilər. Şamama. Bəli. Deyim ki, məni hücuma aparırdılar. Xeyr, heç o rəhmətli Şirin Mirzəyev də razı öldü. Bir yolda Avdal Gülaflı alınıb, ora hücuma getməlidirlər. Bütün deməli bir həftədə gedib yerləşiblər, Gülafların ayağında bir narlıq var orada.
Mən getdim ki, Murtuza adında bir aşbacımız var, danışır. Dedim, niyə danışsan? O da silahımda üstümdə döyüldü. Dedi ki, yemək hazırdı, uşaq acdı orada. Bir nəfər vardı, dedim ki, niyə getmirsən? Dedi, getmirəm. Silahı da çiynində idi. Bu saatda yaşayır həmən adam. Dedim, silahı verirsən? Dedi, verirəm. Bir də çöndərdim, dedim, gerçəkdən verirsən? Dedi, bəli, verirəm. Silahı ondan aldım, 2 dənə malada saldat tapdım. Biri çayı götürdü, biri yeməyi. Getdik ora. Getdik, o Rafiq var, aparatı verdim ona, dedi ki, sən bu aparata nəysə desələr cavab ver. Mən uşaqları görüm, qayıdım. Uşaqlar, yanımızdakılar dedi ki, buna nar yığın. Bu yesin, başı qarışdır. Bu 10 dəqiqə olardı, getmişdi. İndi rəhmətə gedib. Filman Abbasov. Bir müddətdə Ağdam Hərbi Komissarlığında işlədi. O komandir batalyonumuz oydu. Dedi ki, 07, bizi 07 cavab ver. Aparatı idarə eləməyi də bacarırdım. Dedim, 07 sizi eşidir. Cavab vermədi. Biraz keçdi, bir də dedi, yenə cavab vermədi. Mən cavab verdim, o heç də demədi, bağladı. Elə bu yerdə o Rafiq dediyim oğlan gəldi. Dedim, Rafiq, Filman çağırdı. Nəysə idarə eləyə bilmədi, nəysə bilmədim nəydi. O çağırdı ki, 07 sizi eşidir. Dedi ki, yanındakı təcili qaytarır geri, hazır olur. Erməni ilə də bizim məsafə yaxındır. Deməli, biz danışdığımızı onlar eşitirdi deyin. Burada qadın oldu, bilməsən deyin. O rəhmətli Filman elə dedi. Rafiq soruşdu, Filman, kimi deyirsən? Dedim, səndən qabaq mənə cavab verəni. Təcili onu qaytar gedir. Həmən o Muxtar dediyim yaralıydım, eşitmişdi, mən oradayım, o da gəlmişdi. Elşən vardı yaralı, o da gəlmişdi. İndi onlar hücuma görə yox, elə o Muxtar bilmişdi ki, mən oradayım, gəlmişdilər. Aradan az keçdi. Vallahi güllə elə yağdı ki, elə bir ki, bir yağış yağır üstümüzə. Onlar biraz irəli getdi. Biz qaldıq həmən yerdə də, postlar qazmışdı uşaqlar. Həmən Muxtar durdu, ikimiz bir təngərdə idik. Durdu, adladı, dedi, bacı, ola bilər ki, birimizin əcəlimiz var. Qoy, hər kəs öz əcəli ilə ölsün. Sonra dedilər, Şuşa 8-ində alınıb. O vaxt dedilər ki, Şuşa əldən ələ keçir. Bizim izvodda toyuq firması vardı. Gəlib oraya yerləşmişdik. Aranzəmi, Piracamal, Naxçıvanik o zonada idi. Neysə gəldik. 3 günüdür yanımızda bir bağ vardı. Hərbiçilərdi, hərbi texnika idi, yerləşmişdi ora. Sonra dedilər ki, səhər-səhər dedilər ki, hücum olacaq bugün. Quru çayımız qutarıb. Demirəm, məni o heylə hücuma qoymurdular. Heç rəhməti Şirin Mirzəyev də razı olmurdu. Postda çox olmuşdu. Postda elə olmuş ki, post yoxlamağa gedəndə bir getmişik. Amma hücumda razı olmurdu heç biri. Gəldi, kənddən də eşitmişdilər ki, böyük hücum olacaq. Kənddən pendir gətirən, təndir çörəyi, hər şey gətirən, nəysə kimin gücü nəyə çatırsa onu gətirdik. Böyük stolumuz vardı. Hamısını yığdım stolun üstünə. Baxdım ki, çayımız yoxdur, uşağın birini çağırdım, bıçağı verdim. Dedim, git oradan əzgildən kəs gətirmə. O vaxtda əzgilin yarpaqlayan vaxt olur da. Ağacın da rəngi çıxır, amma yarpaqlı lap yaxşı olur. Getdi, gətirdi. Bunu heç kim görmədi. Dedim ki, elə heç kim görməsin də. Gətirdim, çayı dəmlədim. Qəşəng indiki yaşıl çay deyilən kimi çay alındı. Yedilər, içdilər. Rəhməti Şirin Mirzəyev dedi ki, indi nə əməliyyat olsa 2-ci batalyonun ərazisindən eləyəcəyik. O birilər bizə çay vermir, bunlar bizə çörək də verir. Həmən Fəxrəddin dediyim, dedi ki, Şamama bacım, bu çay nə idi? Dedim, çaydır da, bizim çay belədir. Yox, çox dayandan sonra dedim ki, çayımız vallahi qutarmışdı. Ağaçdan dəmləmişik, əlimizlə gələn dedi, Allah haqqı çox yaxşıdır. Bəlkə də bu çayı heç vaxt içməmişdim mən. 93-cü ilin iyun ayının 22-sində məni azad elədilər. O da elə bil az yaşlı uşağından, ailə vəziyyətinə görə. Bir mən də öldüm, bir neçə elə bil mən yaşda könüllülər idi. Sentyabrın 27-də Qarabağ Vətən müharibəsi başlayanda mənim nəvəm burada idi, yanımda. Sonra o qardaşına zəng elədi ki, bala, sən başa düşmürsən ki, bu tufun tüfəngin altında bir qardaşı var, dedi, fikirləşirəm, gəlib gətirəcəm. Mən bunu apardım, Quzandakı qardaşına verim, qardaşı gəlib mənə görmədi, elə hey dedi, oradayam, buradayam, indi həmən nəvəm şəhid oldu.
mən sahibalı nəfəs almaq istəyirəm. Onun atası ərəbdir. Dedim, başına dönüm. Sən get Misirə. Oranın havası lazımdır. Ağdamı görməmişsən. Dedi, yox, mən səni özüm aparacağım. Düzdür, mən istəyərdim ki, o mərmi qabaqca bizim həyata düşdü. İstəyərdim ki, mən də ölüm. Maya da ölsün. Amma xalda bir şey olmasın. Amma müharibədir. Müharibədə hər şey ola bilir. Gəlib kəşfiyyata uşaq yığılmışlar. Könüllüləri. İrəli durub ki, kəşfiyyat rəisi Nəsimi Şıxəliyev idi. İrəli durub ki, mən kəşfiyyatçı olmaq istəyirəm. Əskərlikdə bu arzuma çatmadım, mən indi kəşfiyyatçı olmaq istəyirəm. Və orada Nəsim müəllim deyib ki, kəşfiyyatçı olmağın 99%-i yəni ölümdür, qazilikdir, bədənin yarısının itirilməsi deməkdir. Yəni, razısınızmı? Deyib ki, bəli. Bir addımda durub irəli ki, bəli. Mən əskərlikdə bu arzuma çatmadım, mən kəşfiyyatçı olmaq istəyirəm. Bunlar ana, bala ikisi də kömək eləyirdi, nə lazım idisə. Xalid də elə burada oldu. Atadım, hərbi hissə onu göndərənə qədər. Bir ev qabağa düşdü. O mərmi bizi tutdu. Həm başımdan yaralandım, həm qolumdan. Qız da iki yerinə yaralandı. Maya xanım. Bəli. Lobiya doğruyduq. Burada bir əskər vardı, Sadiq adında. Yolun ənki tərəfindən bir mərmi düşdü. Burada səs gəldi. Həmin uşaq durdu, belə bir qəlpəni tapdı. Elə bir, o bizim üçün adi bir şey idi. O qəlpələr bizim üçün elə... Burada da uşaq yığıb. Bu sonradan gəlir. Oradan-buradan tapıb yığdıqlarıdır. Bizim öz həyətimizə düşəndə. Bax, burada qəlpədən ayaq qoymayan yer yox idi. Siz burada harada yaralandınız? Bax, burada, istolun yanında. Onda istol yox idi, istol aşağıda idi. Bax, istolun yanında. O qadın gəldi, Kamal adından qadın, bir iki ev qabağa düşdü. O gəldi bura, su verirdim ona. Bu ev yox, ondan qabağa düşən qəlpə bizi tutdu. Bax, orada yaralandım. Heç uşaqlar qolumdan yaralı olduğumu bilmədilər. Qolumu tutdum, amma başım yaralandı. Qan süzələ gəldik, öz həyətimizə düşəndə, bax, buradaydıq biz. Bu biri tərəf. Hə, bu tərəfdə. Ona görə o qəlpə bizi tutmadı. Amma orada olsaydınız? Orada olsaq vəziyyət nətər oldu. Orada olsaydı, darvazada şöyle maşın dayanmışdı. Nə vəziyyətdə? Onu televizorda çox göstərdilər, o qırmızı maşın. Ondan o anar Şuşalı məni apardı, həkim aparırdı. Hındıristandan əyinə getmədi. Sağ olsun, elə orada saxladı, bir nəfər yoldan keçən bizi apardı həkimə. Burada yaralandı Maya, mən, bir də o ASTV-nin jurnalisti. O da çəkilişə görə buradaydı, təsadüfən. Mərminin yeri buradır. Bura düşəndə biz evin ənki tərəfində idik, bu bizi tutmadı. O evə mərmi qətlilər deyib? Bəli, bura düşən mərmi eləyib o evi, hamısı. İndiki cavanlarımız sinələrini sipər etdilər erməniyə qarşı. Mən deyərdim ki, bu müharibə tarixdə olmayıb. Həmin cəmaatın birliyi, həm əskərlərimizin birliyi tarixdə görünməmiş şeydir. Bəlkə də heç harada görünməyib ki, əskər yaşlı uşaqlar məcburiyyətdir, bankomata gedib ərzə verməklə hərbi hissiyə. Mən döyüşə getmək istəyirəm desinlər. Elə bil ki, uşaqlar güllə qabağına yox, toya bayrama gedirdilər. O cümlədən xalqımız hamısı ordunun dəstəyi oldu, ordunun yanında oldu, arxasında oldu, hamını dəstəklədilər. Elə insanlarımız var, qorxur ki, erməni bir də baş qaldılar. Şəxsən mən buna inanmıram. Ona görə ki, ermənilər bu müsibəti heç vaxt görməmişdi. Bu müsibətlərdə müsibəti onlar başladı. Torpaq davasını onlar başladı. Torpaq bizim ola-ola, onlar torpaq davasına başladı. Həmişə onlar Azərbaycanı əzməyi öyrənmişdilər. Amma bu dəfə, sağ olsun Ali Baş Komandanı, bu dəfə onların cavabı yaxşı verildi. İnanmıram bir də onlar baş qaldıra bilər. Bir də deyək ki, Qarabağ bizimdir. Onu o Yerevandan gələn ermənilər desə də, Qarabağ erməniləri heç vaxt deməz. Torpaqlarımız işğaldan azad olundusa ona min şükür. Yenə deyirəm, bax bu soyuqda öz həyətimə gedib orada yaşayaram mən. Heç tatsız.
İndi ayın 26-sı nəvəmin ad günüdür. Şəhid olan nəvəmin. Ondan sonra özümə söz vermişim. Bax, nə bilim, qoymasa da piyada çıxıb gedəcəm. Piyada mən o yolu gedə bilərəm. Bu yaşımda mən öz kəndimə piyada gedə bilərəm. Yenə deyirəm, əsas məsələ odur ki, biz gedib orada öz yurdumuzun sahibi kimi orada yerləşməliyik. Ondan qədər tez olsa bir elə yaxşıdır. O mənfurlar bizi orada yerləşən görsə, elə özləri, o bəsdir onlara. Hansısa bir posta çəkmişik, çəkdirmişik, yadımda deyil. Muxtar o vaxtda yaralandı. Qazi kimi qəbul eləmədi, gələ döyüşə qatdı, amma indi son vaxtlar rəhmətə gedir. Bu yenə mən, Elşən Məhərrəmovdu, o da yaralandı. Əl qranatından yaralanmışdı. Bu da Mircəfərdir. Bu mənim cavanlıq xatirələrimdə oğul. Bu, onda bir qədər işləyirəm. Üzümlük sahəsində bir qədər işləyirdim. Bu şəkillər odur. Bu arayışda nə vaxt getdiyim hərbi hissəyə, nə vaxt azad olduğumun əmridir. Arayışı da əlimdə. Əskər idiniz də siz? Bəli, sıravi əskər. Bu Xocalı hadisəsi vaxtıdır. Elşən Məhərrəmovdur, o da bir qadındır. Onu istəyir ki, yendirə aşağı köməklik eləmək istəyir. Bu da yenə Mircəfər Nuriyevdir. Hər Xocalı il dönümü keçiriləndə, bax bunu bu vəziyyətdə televizorda göstərirlər mavi ekranda. O çığırır ki, hücum lazım, hücuma getmək lazımdır. Bu da bizim rotadır. Elə demək olar ki, əksəriyyəti buradadır. O vaxtı çəkilib. Allah ölənə rəhmət, qalana can sağlığı versin. Siz sağ olun. Vətən mənim üçün hər şeydir. Hər şey. Hər şey. Adamın varı da olar, pulu da olar, olmaz da. Amma vətənsiz insan heç tatdır. Allah şəhidlərə rəhmət eləsin. Qazilərə şəfa versin. Qalan cavanlarımızı Allah qorusun. Bu soyuqda, qarda, səngərdə dayananlara Allah özü kömək olsun. Onlar bizim başımızı qaldırdı sanki. Biz eləyə bilmədiyimizi, bacara bilmədiyimizi onlar bacardı. Biz onlara borçluyuq. İstər sağ qalanına, istər şəhidinə.